Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı xəbərlərə rəsmi reaksiya verildi. Today Press TV xəbər verir ki, Qafqazinfo bazar üçün Ağdamın hansı hissəsində yer ayrılması prosesin nə vaxt başlayacağı ilə bağlı sualları aidiyyatlı qurumlara ünvanlayıb. Ağdam rayon icra hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, rayon icra hakimiyyətinə aid hissədə belə bir bazarın inşası nəzərdə tutulmayıb. Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin mətbuat katibi Leyla Sarabi də müraciətimizə cavab kimi məlumatın həqiqətə uyğun olmadığını açıqlayıb. Stat: Bu fake xəbərdir. Maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı məlumat yoxdur. Statın sonu. Qeyd edək ki, Bakıdakı maşın bazarının köçürüləcəyi haqqında məlumatda belə əsaslandırılır ki, avtomobil bazarı və logistika infrastrukturunun qurulması Ağdamı ölkənin dinamik iqtisadi zonalarından birinə çevirəcək. Həmçinin bura Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq. Region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək. Namiq Abbasov, Today Press TV.